Şirəli Adilov 6 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində İlham Adilovun ailəsində anadan olmuşdu. Azərbaycan ordusunun əskəri olan Şirəli Adilov 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdi. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Şirəli Adilov 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdu. Nərimanov rayonunda dəfn olunmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şirəli Adilov ölümündən sonra Vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.